İndi isə belə bir məsələnin izahını verəcəm sizə əziz tələbələr. Deməli burada nə deyir bizə? Tibb bacısı hər 10 gündən bir, yəni 10-cu gün növbətçi olur. İlk növbətçi olduğu gün cümə gününə, yəni 5-ci gündən söhbət gedir. Təsadüf etdiyinə görə 8-ci növbətçilik həftənin hansı günü olacaq? Bəzi yoldaşlar burada səhvən onu vurur 8-ə, alır 80, 80-i bölür həftənin günlərinə, yəni 7-yə, alır 11, qalıqda qalır 3, daha sonra cümənin üzərinə, yəni 5-ci günün üzərinə 3 gəlir və cavabı axtarır ki, cavab olur bazar ertəsi. Xeyr, belə deyil. Siz burada həmişə birinci növbətçiliyi nəzərə almalısınız. Yəni bu adam birinci növbətçiliyi olmalıdır ki, növbəti 7 növbətçiliyi yaşasın. Bu nə deməkdir? Bunu mən sizə başqa bir məsələ üzərində izah edirəm. Deyir ki, 300 metrlik məsafəyə 50 metrdən bir dirəklər bastırılmalıdır. Neçə ədəd dirək istifadə olunur? Səhvən 300-ü 50-yə bölüb cavabda deyirlər ki, 6. Xeyr, 6 deyil. Biz birinci dirəyi bastırmalıyıq ki, bundan sonraki növbəti məsafələri hesablaya bilək. Hər məsafəmiz 50 metrdirsə əgər bizim, tutaq ki, beləcəni çəkirəm burada, 50-50. Hal-hazırda, bax, burada siz bu aşağı hissələrdəki dirəkləri saysanız, görərsiniz ki, burada 1, 2, 3, 4, 5, 6 və 7 ədəd dirək var. Niyə? Çünki birinci dirəyi biz bastırmalıyıq ki, bundan sonraki məsafəni hesablaya bilək. Bu məsələdə də belədir. Biz birinci növbətçiliyi verməliyik ki, yəni cümə gününə. Bu adamın birinci növbətçiliyi olubdur həftənin cümə günündə və bizdən soruşur nəyi? 8-ci dəfə növbətçiliyi. Bir dəfə növbətçi olubsa, deməli qarşıda bunun 8-ci növbətçiliyə çatması üçün 7 növbətçiliyi var. Ortadakı məsafə 7 növbətçilikdir. 10 gündən bir olduğuna görə biz 7-ni vururuq ona və deməli bu adamın 8 dəfə növbətçilik olması üçün 70 gün lazımdır. 70 günü bölürük 7-yə, yəni həftə günlərinin sayına və buradan da alırıq ki, bu eləyir 10. Düzdürmü? Qalıqda qaldı 0. Bizim işimiz sırf qalıqlandır. Sırf qalıqlandır. Qalıq qalmadığına görə birinci növbətçiliyi həftənin cümə gününə düşübsə, deməli 8-ci növbətçiliyi də həftənin cümə gününə düşəcək. Və bu testdə cavablar mən hal-hazırda göstərmirəm, səhv eləmirəmsə A variantı idi. Amma yoldaşlar, indi mən sizə bundan yekunlaşdırmaq istəmirəm də fikrimi. Başqa bir şey izah eləmək istəyirəm. Bizə 8-ci növbətçilik yox, 6-cı növbətçilik desəydi əgər, birinci növbətçiliyini biz tapmaq üçün, birinci növbətçiliyin bilirik ki, onsuz da 6-dan çıxmalıyıq da. 6-dan birini çıxıram, yerdə qalır 5 növbətçilik. Və növbətçiliklər də 10 günündən bir olduğuna görə 5-i 10-a vururam, alıram burada 50. Bayaq biz burada nə etmişdik yoldaşlar? Tapdığımız o 70-i bölmüşdük həftənin günlərinin sayına, qalıq tapmamışdıq. Amma indi bu 50 var ha. Bu 50-ni bölməlisiniz siz 7-yə və 7 düşür, qalığında 1 qalır. Düzdürmü? Birinci növbətçiliyimiz cümə günüdürsə, cümə gününün üzərinə sadəcə 1 gəlmək lazım idi, cavabımız alınardı şənbə. Yəni bu 6-cı dəfə növbətçiliyi soruşsaydı belə idi. Amma bizdən hal-hazırda nəyi soruşur yoldaşlar? Bizdən 6-cı dəfəni soruşmurdu axı. Bizdən 8-ci dəfə növbətçiliyini soruşurdu. Buna görə də düzgün cavabımız olur cümə günü. Çünki qalıqda heç nə qalmamışdı.